Herkese selamlar dostlar. Bugün sizinle birlikte dostuma takas hazırlayacağıq. Yeni düzəltdiyim şkafımı diyeyim, orqanizmimi diyeyim, elə bir tipdə şeyin içindən hazırlayacağıq. Yəni, oraya yığmışam əşyalar falan. Zaten topluluqda paylaşmışdım. Demişdim ki, düzənləməsi gəlsin. Siz də istəmişdiniz. Mən onu çəkdim, amma xoşuma gəlmədi deyə yükləmədim. Düzənləmişəm, amma tam olaraq düzənləməmişəm. Yeni əşyalar alacağam bir yaxında. Onları da qoyacağam içinə, düzənləyəcəm daha yaxşı. İndi qoyduğum bəzi əşyaları falan da çıxarda bilərəm. Yəni baxacağam da. Hələ ki elə belə eləmişəm takas videosunu çəkim deyə. Və qaşıqla hazırlayacağam. Bir qaşıqlıq hazırlayacağım. Ondakı çünki mən qaşıq videosu çəkəndə siz yəni yorumlara yazmışdınız ki, yeni də gəlsin bu tip video. Ona görə də mən də belə çəkmək istədim. Mən yenə də dərs videolarıdır, vloglardır, yəni qarışıq videolara davam edəcəm. Sadəcə bunu belə istədim ki, takas hazırlayanda falan bunun içində çəkimdə, yəni masaya qoymaq istəmədim. Nəysə, keçək hazırlamağa. Hazırladığım şey bu şəkildədir. Qapıları sadəcə dayanmır tam olaraq da. İçi də bu şəkildədir. Çox dolu görsənirdi, amma yəni mən bunu dediyim kimi düzənləyəcəm də. Tam olaraq belə deyil. Bəzi əşyalar çıxacaq, bəziləri yenidən gələcək. Belə, burada bir dənə də çəkməcə var idi. Sadəcə o düşdü və mən sonra da onu yapışdırmadım heç. Belə saxladım. Qapıları belə elədim ki, yəni mane olmasın və başlayaq. Muncuqları bunun içinə tökəcəm. Yəni hələ ki hər şey dediyim kimi hazır deyil. Və yenə də iynələrlə hazırlayacağım. Bir-iki dənə də içində muncuq var. Səbəbi isə mən muncuqlarımı itirmişəm. Ona görə yeni muncuqlar alacağam, tapsam. Keçən dəfə getdim, yəni yox idi. Almağı da düşünmürdüm, amma yəni gözümə dəymədi. İndi gedəndə görsəm varsa alacağam. Deməli, bu şəkildədir. Yəni burada iynələrlə eləyirəm deyə bu şəkildə belə çəkmişəm. Amma məncə yəni tatlış alınır. Qaşıq da belə bəzəmişəm bunda. Belə. Başlayaq. Azdır yəni dediyim kimi. Olmasa da iynələr alacağam. Əgər iynə tapsam bu iynələrdən yenə alacağam muncuq olmasa. Deməli bu şəkildə tökdüm bir qaşıq. Biraz da belə əlavə özümdən. Belə. İndi başlayaq. İlk öncə ağları götürəcəm. 1, 2, 3, 4, 5. 5 dənə ağ gəldi. Ağlar skuşları təmsil edir. Bu şəkildə. Skuşları da buraya qoymuşam. 5 dənə skuş qoyacağım mən. Deməli, hələ bir dənə bunu qoyaq. Başqa, belə əlimə götürdüm. Bayağı yəni skuşu var burada da. Sonra bir dənə bu şəkildə bu ton-ton kitab şəklində düzəltməyə çalışmışdım, amma alınmadı. Amma qəşəng oynanılır deyə bunu qoyacağım bu şəkildə. 2. Başqa 3. Sonra 4. Və 5. Minik. Belə qoyduqlarını da ki, bura qoymayacağım. Bu şəkildə bunun yuxarısına qoyacağım. Bu qutu açılışından da bu üçünü saxladım. Bir dənə də burada var zaten. Bunu zibil qutusu olaraq istifadə edirəm. Bu ikisi də ki, hələ ki qalıb. Deməli, sonra mavilərə keçirəm. 1, 2, 3, 4, 5, 6. Mavi bayağı var yəni. 7, 8 və 9. Bu şəkildə 9 dənə mavi. Mavi də stik evi təmsil edir. Stik evdə bu şəkildə bunun içində də stik evlər. Bunun içində əslində yəni qarışıqdır. Stik evdə var, Philips də var. Deməli 1, sonra 2. Bunu qoymayacağam ya da bunu istəmirəm. Buradan mən seçim gəlirəm. Bu şəkildə 9 dənə qoydum. Belə bunları da bura qoyuram. 5 dənə sarı gəlib. Bu arada mən bunu da sarı sayıram, yəni. Düşdü. Sarı da sabunu təmsil eləyir. Sabun da bu şəkildə belə buradadır. Belə yəni bu qədər yox, bu az oldu. Belə bu şəkildə qoyuram yəni. 3 ədəd yaşıl. Yaşıl çıxartdırmanı təmsil eləyib. O da ki, belə bu şəkildə buradadır. 3 ədəd qoyacağım çıxartdırma. Burada bunları da mən çıxartdırmadan sayıram, amma bu səbəbliyini bunlardan qoymayacağım. Bu şəkildə 1,
düşdülər hamısı. 2 3 kameranın etkiləmir. 3 dənə qırmızı dəftərdən stikeri təmsil edib, onu isə necə verəcəm? Baxın, buradan verəcəm. Belə bu şəkildə bunlara yapışdıracağım və elə verəcəm. Deməli seçək. Bu krom olsun. Bunu çıxarda bilsəm. Hə, oldu. Yəni bu şəkildə bunlar zaten çıxacaq buradan, yəni. Çox da bərk basmıram ki, rahat çıxarda bilsin. Belə bir My Melody. 2 3 dənə idi də. Və belə bir My Melody. Zaten My Melody komik qalıb. Sinema oldu az idi. Onları da zaten işlətmişəm. Bu şəkildə bunlardan. Belə bu kağızı qoyacağım, yəni. Sonra da 2 dənə mov qaldı. Movdakı sürpriz təmsil eləyir. Yəni ki, əlavə özümdən nəsə qoyacağım. Deməli, kaft qoyacağım. Kaftlar bu arada mən buradan götürəcəm indi. Deməli, bu kramini qoyacağım. Başqa da ki, bu My Melody-ni qoyacağım bu şəkildə. Bu şəkildə idi qoyduqlarım. İndi paketləməyə keçək. Deməli, buradan bir dənə paket seçəcəm. Həmin paketə stikerlər qoyacağım. Bu şəkildə buna, buradakı o sürpriz qutu açılımından qalan paketlərdir, yəni. Atmadım ki, belə stiker falan qoyuram. Belə bunu qoyacağım. Və buna çıxış əvvəl bilmirəm nəyə qoyum. Yəni, məndə şəffaf paketlər də çoxdur. Yəqin ki, onları gətirib onlara qoyuram. Belə bu şəkildə. Və bunun içinə indi mən stikerləri yığdım. Yəni, bu şəkildə içinə yığdım. Belə stiker götürəcəm buradan. Bu şəkildə oldu. Bunları da buradan belə bu şəkildə paket götürürəm. Bu şəkildə bunun. Videonu çox da yəni bəyənmədim. Silə də bilirəm, bilmirəm. Əgər çox like gəlməsə silədən izləyəm. Sizcə yəni belə yaxşıdır bu hissə. Buna aid takas videolar gəlsinmi, gəlməsinmi? Və yaxud da bəzən də yəni bilmirəm tam dəqiq. Bəlkə heç bir kitab falan qoydum. Çıxışlar yerləşdirir bu arada. Amma bilmirəm tam dəqiq. Belə mi qalsın, yoxsa kitab falan qoyum. Amma sıxılsam yəni kitab yerinə dönüşdürə bilərəm. Kitab yerinə dedikdə belə məktəb müvazinatı falan da. Burada stikerlər qaldı. Necə yerləşir? Dostlar, belə oldu bu. Sıkışla düşdüm. Nəysə, bu şəkildə verəcəm yəni. Videomuz bu şəkildə idi. Videoya like atıp kanalıma abunə olmağı unutmayın. Sağ olun.